qida məhsullarında var. Belə ki, çipslərdən tutun da, qara rəngli içkidən tutun da, cürbəcür yoğurt növləri olsun. Yəni rəngli gördüyünüz nə varsa və yaxud da kekslər olsun, rəngli qırmızı kekslər, sarı rəngdə, portağal rəngində kekslər olsun. Yəni ağlınıza gələ bilən bir çox məhsulda bugün bu maddələr var. Belə ki, bunlar müxtəlif rəqəmlər və hərflərlə kodlanırlar. Məsələn, E124, E120 kimi və hər rəqəm, daha doğrusu hər kodlama bir rəngi özündə ehtiva edir. Və bunların da təbii ki, müxtəlif təsirləri var insan orqanizmində. Növbəti videoda bu rənglərin kodlamalarını sizin üçün hazırlayacağım və hansı rəng, hansı kodlamaya aiddir və bu hansı təsirə səbəb olur ondan danışacağım. Amma ümumi demək gərəkirsə, o zamanın qladiator döyüşçüləri kimi indiki dövrümüzdə də insanlar arasında müəyyən qədər vəhşiliklərə səbəb olurlar, xüsusən də uşaqlarda.